Salam əziz dostlar, əziz dildaşlar, vətəndaşlar, yoldaşlar, candaşlar və bu günləri kitabı oxumadan öncə, bəlkə də bu gün kitabı oxumayacağam, amma iki dənə mühüm məsələ haqqında danışım, sonra vaxt olsa, qalsa kitaba görə danışarıq. Yəni kitabdan bir səhifə oxumağa çalışaram. Əziz dostlar, dünən yox, İsrağa günkü gün, yəni bu günləri seşənbədir İranda deyirlər, gecə çağıdır sizdə əlbəttə. Yəni yekşənbə günü üst-üstə May ayının 1-də Nasiriddin Şah-ı Qacarı vurdular və şəhid elədilər. Tarixdə şahı şəhid deyə fəqət bir dənə şah var. Diqqət buyurun. Ondan sonra şahı şəhid yoxdur. Və bu şahı şəhid fəqət Nasiriddin Şaha xitabdır. Niyə Nasiriddin Şaha xitabdır dostlar? Bu çox diqqət eləməlidir. Bilirsiniz ki, Pəhləvilər və Panfarslar və Panİranistlər Türk və Qacar düşmənidirlər. Oracan ki, başarıblar Türk və Qacarı qərələməyə, onları əşalamağa çalışıblar. Amma yenə də əgər dostların biraz yaşı mən yaşda olsa, ya bəzi dostlarımızın ətiqələrə əlaqəsi olsa, üçün o şeylər ki, bizim yaşımızda, mənim yaşımdan üstə o zamanlar var idi, biz olanda, uşaq olanda var idi və millətin arasında yaygın idi. İndi onlar taza nəslə ətiqə hesab olur. Asar-ı Bastanə hətta hesab ola bilər. Amma o zaman yadıma gəlir, məsələn, qəlyan şüşəsinin üstündə Nasiriddin Şahın əhsin vurmuşdular. Əlbəttə bu bir siyasi oyunudur da. İstəyirdilər deyərək o tənbəki məsələsi şeydir. Nasiriddin Şahın çoxlu ziri deyirdilər, boşqab deyirdilər, ləmbəçi deyirdilər və istişam. Bunların üstündə Nasiriddin Şahın əhsi var idi. Bunların çox gözəl mənası var. Yəni bu ki, bununla belə ki, Pəhləvilər, Panfarslar və Panİranistlər türklərlə və Qacarla müxalifdir. Amma bu şah o qədər millət içində məhbub idi ki, ölümündən üst-üstə 100 il sonra da belə insanlar nə edirdilər? Onun hörmətlə yad edirdilər. Nasiriddin Şah dövrəsi üst-üstə sülhü dövrəsidir. 50 il şahlıq eləyibdir. Üst-üstə sülhü dövrəsidir. Dünya çalışır ki, türk hakimiyyətlərin yıxsın. Yəni həm Osmanlını, həm Qacarı yıxsın. Yəni hər yerdə ki, türk hakimiyyəti var, onları yıxsın. Hindistanda bu geçir, Misr tərəflərində, yəni Afrika tərəflərində geçir və sonunda da başarı olurlar. Yəni bu plan sonunda başarılı olur. Cəlib budur ki, türklər, yəni Osmanlı türkləri normalda Qacar və hətta Səfəvi türklərinin ilham qaynağıdırlar. Belə nəzərə gəlir ki, Osmanlı güclü olduğu üçün və mənim nəzərimə İran deyilən ya Qacar mülkü, ya Əfşariyə mülkü, ya şey mülkü, Səfəvi mülkü, bunlar heç vaxt əlbəttə İran olmayıblar. Bu gün İran deyilir. Bunlar heç vaxt İran olmayıblar. Bunlar elə Səfəvi mülkü olubdu, Əfşar mülkü olubdu. Hətta bir parçası, bir az da müddət Zəndiyə mülkü olubdu. Yəni, ora deyiblər Zəndiyə. Ərz edeyim xidmətinizə, İran adında bir şey olmayıbdı. Pers, Pars adında bir şey olmayıb bu bölgələrdə.
Amma mənim nəzərimə gəlir ki, Osmanlının güclü olduğu üçün və böyük olduğu üçün və İran adlanan torpaqlar, yəni Səfəvi hətta, bu Osmanlı torpağının içində bir qısa bir kiçik bir yer olubdu. Onun üçün həmişə bu coğrafiyada olan şahlar və insanlar baxanda dünyaya hangi tərəfə üzlərini çevirib baxsaydılar, quzeyə, güneyə, gün çıxana, gün batana, doğuya, batıya baxsaydılar, üzlərini çevirsaydılar, Osmanlı torpaqları olurdu. Yəni diqqət buyurun, bugünkü İran adlanan torpağı nəzərə alın. Deyin ki, İran elə tarixdə beləsiymiş. Elə bu cüzü nəzərə alın. Əraq tərəfindən, Kürdistan tərəfindən baxırdılar. Elə bugünkü İranı ha? Türkiyə, Osmanlı. O gün burada o şey ki, xəlic deyir, o xəlic ərəbidir əslində. Kəngər xəlici, Kəngər boğazı, körfəzi. Bu Kəngər körfəzi ya o Umman ki, Ummandır, Umman dəryası. Bura tərəfə baxırsınız, bura Osmanlıdır. Yəni ərəb ölkələridir o tay. Bu tayda Bəluçistandır, Pakistandır ki, o zaman ki, Qacar hələ var, bura şeydir, Hindistandır. Yəni bugünkü Bəluçistanın biraz o üzü Pakistan adlanan yer, o tərəfdən də Əfqanistan, bunlar Hindistanın üstündədirlər. Və Hindistan da bir uzun zaman Türk, yəni Osmanlı İmparatorluğunun torpağıdır. Sonralarda İngilislər əlbəttə gediblər oranı alıblar. Burada bir məsələdir. Amma millət orada İslamçı, bilirsiniz ki, Hindistanda dünyanın hər yerindən çox dil, din, millət var. Və bunun üçün də mən Günas TV-də də bunu bir dəfə demişəm, dünya qanunları içində ən çox rəsmi dil olan yer təqribən Hindistandır. 27-28 dana rəsmi dili var. Mən əgər indi elə istəsəm, burada bir Google eləsəm, bunu dəqiq sizə ərz eləsəm, deyək ki, bura gələk və burada deyək ki, how many official language in India? 22 official languages. 22 dana 22 dana deyir ki, şey vardı, rəsmi dil vardı. Amma mən o məqalə təkmilini oxuyanda sonra bunu hey dəyişdiriblər və şey eləyiblər, bunu çoxaldıblar, eləyiblər 27. Mənim yadımda olan bu cürdür. 8 more. Və hər halda indi burada hələf elən 22 dananı biz alaqda 28-i almayaq hələf elən. Deyək ki, 22 dana rəsmi dil var. Mən onun məqaləsini də taparam, bir seri paylaşmışam, amma yenə də onu paylaşaram ki, dostlar görsünlər. Amma bu Hindistanın o böyüklükdəni bugünkü Hindistan özü neçə məmləkətə bölünübdür. Dedim, bir parçası Əfqanistandır, bir parçası Pakistandır, bir parçası Sri Lankadır, bir parçası nə bilim, çoxdur. Ayrılıblar, bunlar ayrılıblar. Amma Pakistan özü müsəlmandır, Əfqanistan müsəlmandır, ərz eləyim xidmətlə, Sri Lanka müsəlmandır, biri də gərək olsun, əgər iştibah eləməsəm. Amma Hindistanın özünün də millətinin bir çoxu müsəlmandır. Yəni, burası var. Və bunların gözləri, baxışları Osmanlıya idi. Niyə? Çünki Osmanlıya İslam xilafətinin mərkəzi idi, dibidir. Tamam, biz burasını indi bildik. Onun üçün bu coğrafiya ki, bugün İran adlanır və bundan böyük coğrafiya Osmanlı olsun, Səfəviyyə olsun, Əfşariyyə olsun, Qacar olsun ki, bugünkü İrandan çox böyükdür. Yəni, Qacarın ən son dönəmi bugünkü İrandan ki, Pəhləvilər və Xümeyni saxlayıbdır, çox böyükdür, dostlar. Siz bunları yadınızdan çıxadın ki,
Rıza Şah, nə bilim o bu kəbirdilər falan. Bunlar kəbir deyil. Bunlar hamısı səğirdir və torpaq əldən veriblər. Özə davasız. Yəni Qacar əgər torpaq əldən veribdi, torpağı alıb sonra onu uduzubdu savaşda. 30 ilə yaxın savaş aparıbdı. Yəni savaşı 30 ilə 28 il savaş sürübdü. Onun içində də uduzubdu. Ola bilər. Bu əvvəl gelib alıb sonra uduzub. Amma o şey ki panfarslar ələ getirdiblər, ona savaşmayıblar, onu almayıblar, sadəcə uduzublar. Hətta savaşmayıblar. İkinci Dünya Savaşında belə Rıza Şahın ordusu o ki deyirlər ərtəşi moderni filanı bəhman bir saniyə müqavimət eləməyibdir. Çünki əslində dəstur veriblər, təslim olun. Dəstur verməyiblər ki, dayanın. Bir məmləkətin paytaxtı da işğal olubdur. Yəni Tehran adlanan paytaxt 3 yerə bölünübdür. İşğal olubdur. Və cəlib budur ki, o 3-cü yer ki, İranın öz məsələn şahının əlindədir, oranın heç ixtiyarı yoxdur. Yəni əslində o 2 dənə Rus və İngilis işğal edibdir. Bu da şahlıq, bu da buradadır. Necə ki buradadır şah, İngilislər buradadır, hökm verənmir. Qanun təsvib eləyənmir, məclis quranmır. Diqqət buyurursunuz. Bu tür bir dövrəndən keçəcək. Amma indi qeydək Nasirəddin Şaha. O zaman üzün hangi tərəfə çevir? İndi istirdi şimala, ya quzeyə çevirsin. Məsələn, ya Xorasandan üstə baxsın, ya Cilan Mazəndarandan baxsın o tərəfə, Türkmən Səhradan baxsın o tərəfə. Hər yerdən baxsaydı, yenə də ora nə idi? Orada Osmanlı idi. Dedim, bizim o Azərbaycan tərəfi və şey tərəfi də yenə Osmanlı idi. Əlbəttə bunlar dedim, sonra da Ruslar oranı almışdılar birazdan. Onlar almışlar Qacar dövründə. Amma yenə də baxanda elə bir böyük yerlər Osmanlının əlində idi. İndi biz o zaman ki elə baxırdıq, görək ki dünyada nə keçir. Birinci yer ki rahat baş tapırdıq. Dili bizə rahat idi. Alveri rahat idi, Gəlgedi rahat idi, İstanbul idi və Osmanlı hakimiyyəti. Onun üçün baxın biz o ruznamələr ki çıxıbdı, Misrdə çıxıbdı, ərz eləyim xidmətinizə, İstanbulda çıxıbdı, Kəlkətə, yəni Hindistanda çıxıbdı. Cəlibdir, bunların hamısı təqribən demək olar ki, türk hakimiyyətləri olan yerdə çıxıbdı. Türklərin gücü olan yerdə çıxıbdı. Yəni İstanbul o məqtəi tarixdə Hindistanda da keçərli idi. Əgər hətta Hindistan işğal altında olsaydı şeylərin vasitəsilə, İngilislərin vasitəsilə, amma millət Türkə və İslama əlaqələri olduğu üçün bağlı idilər hara? İstanbula, Osmanlıya. Biz görürük ki, o məqtəi tarixdə hər nə mənə ki, Osmanlıda xəlifə o işi görür, məmləkət üçün, millət üçün, onun kopisi burada bizim Qacar elir məsələn. Nümunə üçün görürük ki, hətta Səfəvi dövründə görürük ki, Osmanlılar topları var, tüfəkləri var. Bunlar da yavaş-yavaş Səfəvidə top alır, tüfəng alır. Kərxanasını qoyur. Hətta Təbrizdə barıt kərxanaları çox məşhurdur. Yol, barıt döymə kərxanaları filan. Hətta deyir ki, bəzən bu Amerikalılar, bu Avropalılar gəliblər burada olmağa deyirlər ki, evlərdə belə barıt döyürdülər. Dünyanın hər yerində karxanada qorxurdular ki, partlar. Deyir, bunlar o qədər şeydirlər ki, evlərdə belə barıt döyürdülər. Xoş gördük dostum, sağ olun, var olun. Görürük ki, Nasirəddin Şah dünyanı tanımağa çıxır. Biz niyə dalıya qalmışıq? Birinci budur ki, əvvəl deyir ki, danışçı göndərir xaricə. Diqqət buyurun. Əvvəl gəlir danışçı. Danışçılar kimdir dostlar? Bugünkü danışçı deyəndə bugünkü danışçını fərz eləməyin. O zaman İranda savadlıların sayı barmaqla sayılır. Hər kəs əlifbanı başarır yaza bir karədir, bir işə çıxır. Savadlı deyəndə yəni o adam ki əlifbanı yaza bilir, oxuya bilir. Buna savadlı deyirdilər.
Buradan gəlir uşaqları seçir, şah özü seçir. Cəlib budur ki, əksəri bu danışçılar ki, indi danışçı deyirik, biz onda öğrenci. Öğrencilər ki seçir, şəxsən özü seçir. Özü imtahan alır, özü danışdırır. Bunları göndərir Avropaya. İstanbula göndərir, Rusiyaya göndərir, Avropanın müxtəlif məmləkətlərinə göndərir. Burada pulun da o zaman neft yoxdur dostlar. Bunu da nəzərdə alın. Maliyyatdır və maliyyat çox aşağıdır. Və hər şeydən maliyyat alınmaz. Adam başına da bu günləri Kanadada biz adam başına maliyyat veririk. Hər nə mənə alsaq yeməkdən sonra. Yeməkləri ki karxanada iş olmayan konserv, komput bunlara maliyyat verəcəksiniz. Amma o yeməkləri ki süddən sonra ki o da karxanadan çıxır amma hər halda buna maliyyat vermirik. Ondan sonra yeməkdən sonra da yəni deyək ki meyvələrdir, ətdir, süddür, düyüdür, bu cür şeyləri çıxın qırağa, bu cür bir şeylər ki yeməkdir. Ondan sonra nə yesəz, biskvitdən tutdu, nə mənə ki desəz də paltar, maşın, hər nə mənə alsaz ona maliyyat verir, adam başı. Yəni onu alanda maliyyat verir. Bir də il başı, adam başı bizdən maliyyat alır. Yəni bir dana uşaq ki bu günləri doğulubdu, məsələn ayın 30-unda maliyyat ili qutaracaq. Bu günləri doğubdu, o gərək bu günləri maliyyat verər. Yazır ki bu uşaq bu gün olubdur, gəliri də yoxdur. Dövlət deyir, tamam, bunun maliyyatı 18 yaşınacan verməyəcəksən, amma hər il maliyyat formunu doldurmalısan. Bu uşağa birdən dədəsi ölər, buna irs yetişər. Buna bir latarı alarlar, bir şey çıxar. Buna bir nəfər bağışlar. Ona gərək maliyyat verərlər. O gəlir hesab olur o uşağa. Qacar dövründə belə bir şey yoxdur. Adam başına maliyyat almırlar. Neft yoxdur, benzin yoxdur, ticarət bu qədər gəlgət yoxdur, kəşti yoxdur, gəmi yoxdur, dərya, təyyara yoxdur, yük gətirsin, yük aparsın. Hamısı mal heyvanındandır, qatırındandır, yük aparırlar, dəvə ilə, fulanla, mal heyvanından, öküzlə, fulanla yük aparırlar, gətirirlər. Görün ki, iqtisadın həcmi nə qədər kiçikdir. Dövlət də buradan bir az maliyyat alır. Bu az maliyyatdan da ki, hamıdan da alanmır qətən, az maliyyat alır. Bundan bu məmləkəti idarə eləyəcək, yol çəkəcək, əbniyə düzəldəcək, muzə düzəldəcək, nə bilim, mədrəsə açır, tibb açır, danışgahda açır. İndi istir danışçı göndərsin. Şah o qədər titizdir, həssasdır yəni. Ki, bir danışçıların, bir danışdırır, həm filan kəsin uşağını danışdırdım, o ağıllıdır, onu göndərsəm tez örgəşər. Onun üçün də əksəri adamlar ki göndərib xariciyə öz uşaqları deyil. Diqqət buyurun, özünün eləyə bilərdi ki, mən öz uşaqlarımı göndərirəm, getsin dərs oxusun, gəlsinlər, döktür mühəndis olsunlar, ustad danışqah olsunlar, buranı qursunlar. Deyir, yox. Birdən görürsünüz ki, qatırçının, yəni dərbarın bir qatırçıları var, atçıları var da, heyvan təbləsi var. O təblədə işləyən adamın uşağını görür, bir danışdırır, görür ki, bunun ağlı çatar. Bunu göndərək getsin. Dərs oxusun. Göndərirlər, bunlar gedirlər. Bunların heç birisi qələm tutmağa əldə qələmi necə tutarlar, nə cür yazarlar, başarmırlar. Bunlar əsən əlifbanı bilmirlər. Bunlar gedirlər Fransaya, gedirlər İstanbula, gedirlər St. Petersburg, bu günlər Stalingraddır, nə bilim haradır, oraya gedirlər. Və bunlarda əvvəl bunlar əlifbanı öyrəşirlər. Amma Nasiruddin Şahın bir şərti var. Mən sizi göndərirəm ora, hərəz 2 dana riştədə heç olmasa təxəssüs alacaqsınız. Əvvəlinci riştə hər kəs olur olsun mühəndisidir. Dili də öyrəşəcəksiniz. O da 3-cü riştə hesab olur. Bu günə baxanda dil 3-cü riştə olur. İndi biz gəlmişik bura azdan çoxdan İngilisi başarırıq. Biri də gediblər Fransaya, Fransa başarırlar, biri də Almana gediblər Almana, biri də gediblər Rusa, biri də gediblər Çinə, Çin, biri də gedib Japona. Japon məsələn o günlər Şərifə xanım Cəfəri o qurultay şeydə quruldu Şuşada, o qurultayda bir dana Japonda olan türkü Təbrizlini, əlbəttə Təbrizi deməyək, Miyanalını, Təbrizə kredit verməyək, Miyanalını danışdırdı və mərifə elədi ki, orada gedib özünə profesor olubdu və özünün təhqiqatı və işləri çox Japonda qəbul vaxtı olubdu. O dili öyrəşir. O bir riştədir. Bu günləri hər kəs dili öyrəşsə, ona deyirlər dökrayı, məsələn, filan. İkinci şey ki, öyrəşə bir dənə hətmən teknoloji bir riştə oxuyacaqsınız. Onun yanında bir ayrı riştə oxuyacaqsınız. O da
əlaqəs nə olsa, məsələn, biri gedibdi, məsələn deyirəm, məsələn, atıram, həm pezeşki oxuyubdi, yəni tibb oxuyubdi, onun yanında gedib, məsələn, deyək ki, mühəndislik oxuyubdi. Biri gedibdi, dava düzəltmək oxuyubdi, onun yanında gedib hüquq oxuyubdi. Biri gedibdi, məsələn, dəmir yolu, qətar sistemində mühəndislik alıbdı, onun yanında gedib, məsələn, çapxana örgəşibdi, ruznamə çıxartmaq. Həriyə bu cür bir şərt qoyubdur, gedəcəksiniz, gələcəksiniz, bu məmləkətə aparacaqsınız. Bunlar gediblər, gəliblər, mütəəssifanə o dövrdə hamı mason olur. Hər kəs gedir xariciyə. Xariciyə əvvələn bir kətdən elə bir şey, fərz buyurun, bir dənə indi bizim kətdən durasınız, gedəsiniz, məsələn, Təbrizə, Tehrana, gedəsiniz İsvahana, gedəsiniz Dubeyə, gedəsiniz Ankaraya, gedəsiniz İstanbula, gedəsiniz, hara gedirsiniz, gedin, vəli gedəsiniz. Görəcəksən ki, mən özümü deyim, mən məsələn, əvvəlin dəfə ki, çıxdım Nəxçəvana, Nəxçəvanla Təbrizi müqayisə eləyəndə Təbrizə vay olsun dedim. Çünki gördüm, Nəxçəvanın xiyabanları, şəhərinin gözəlliyi, evlərinin, qədim evlərinin saxlaması, evlərin gözəlliyi, təmizliyi, bağ-bağatının çoxluğu, hər həyətdə onlar ağac var. Gördüm, Təbriz xərabə bir yerdir. Belə Nəxçəvanla müqayisə eləyəndə gördüm, Təbriz çox dalıya qalıb, Azərbaycan çox dalıya qalıbdır. Əslən, onda öz-özümə dedim ki, necə ola bilər? Deyək ki, Təbriz, Bakı, Ankara, yox, o yox. Deyək ki, məsələn, Azərbaycan biri olsun, mərkəzi Təbriz olsun. Məgər dəlidir biri gələ Bakını qoya, gələ Təbrizi mərkəz eləyə. Niyə? Çünki Təbrizlilər burada yaşırlar, göyllərdə belə istəyir. Çünki bir dənə məmləkətin ağıl gücünə baxarlar. Ağıl gücünə hardan baxırlar? Biz bilmiyoruz ki, insanların ağlı var ya yox. O ağlı bunlar nə yaradıblar, ona baxırıq. Əgər bir insan bir şey yarada bilibsə, onu İranlıların ağlı hələ feylən deyirlər ki, ağa, biz elmi qəbul eləmirik. Ağa, istəyirlər deyirlər ki, məsələn, hava yağış yağacaq ya yox. Ona baxırlar, deyirlər, ağa, məsələn, sabahları deyirlər ki, bunlar yağış gələcək, tufan gələcək, qar gələcək, dolu gələcək, bunları deyirlər. Sabaha hazır olun. Amma bu günləri ay çıxacaqdı, ay batacaqdı, bunu deyir ki, yox, mən qəbul eləmirəm, mən gərək gözümlə baxam. Ağa, bəlkə buludluqdur, sən görməyəcəksən, qaranlıqdır, görməyəcəksən, nə bilim, gözün zəifdir, görməyəcəksən. Yox, adam əlində şoğulu şeyi götürübdür, bənnalar o şeydən istifadə edirlər, nədir? Taraz deyirik da biz adına. Tarazı götürüb tutub gözünə, mən tarazına baxıram. Ola, sən buradan nəyə baxırsan? Bəlli deyir sənin gözünün gücü, görmək gücü nə qədərdir. Normal insanın, pişiyin gözü 20-dən 20-dir. Yəni, dəqiq görür, onu da bilirsiniz, gecələr açılır, gün azalsa gözü açılar, içi bəbəyi açılar, gün çoxalsa, nur, işıq çoxalsa gözünün bəbəyi yığışar. İnsanda bu imkan çox aşağıdır, olmaz. Bunun üçün gözü də zəifdir, insanın gözü də zəifdir, mütəəssifanə istəyək, istəməyək, %90 insanların gözü zəif olar. Astigmatı olar, yəni əyri görər əslən. Bəzi şeyi 2 dənə görər, bəzisini 3 dənə görər. Göz, yəni, bunlar hamısı, amma adam deyir ki, yox, mən elmi deyir, əgər 24 saatda yer kürəsi bir dövr fırlanır və hər saatda, məsələn, o saat yeri bölüblər, beləsi, qarpızı necə biz qaç-qaç kəsərik, yeri də otur bölüblər də, deyiblər 24 dənə qaçda hərəsi 1 saatda geçər. 1 saatda buradan ki belə gəlir, deyək ki, məsələn, Əfqanistan şey tərəfindən gəlir, nədir, Əraq yox, şey tərəfindən, Ərəbistandan tərəfindən gəlir bizə tərəf. Əvvəl Ərəbistan olacaq, sonra biz olacaq, sonra da Türkiyə olacaq, sonra da dünya beləsi fırlanacaq. 24 saatın içində bu hər yer gərək ayı görə, imkansızdır. Əgər ayı görməsə gün çıxacaq, heç olmasa gərək günü görə. Ağa, bu günü ki görürsən ki gün çıxıbdır. Yəni dönən gecə ay da çıxıbdır da, olmaz ki ay çıxmayan. Amma adam yox, mən elmi qəbul eləmirəm. Özüm də 700 il, 800 il, 900 il, 1000 il bundan qabaq yazılan kitabları oxuyacağam ki, 1000 il bundan qabağın savadı ilə, təcrübəsi ilə, elmi ilə yazıblar. Və hamısı da %99'u yalandır.
Güya məsələn İbn Sina ya Əbu Reyhan bir şey yazıblar, bunlar vəhy münzəl. Yox ağa, onlar o zamanda bir şey yazıblar, özü qələt. O zaman belə mümkündür qələt imiş. Amma bir adamın ki savadı yox idi, bilmirdi, çox bələsin mühüm gəlirdi ona. Hər halda Nasiruddin Şah bu vəsiyyətdə danışçıları göndərdi. Danışçılar getdilər, mason oldular təəssüfənə, çoxu. Hüquq aldılar belə oradan. Vətəndaşlıq aldılar. Özlərinə bir məmuriyyət gördülər ki, biz gedəcəyik bu. O zaman da Avropada nasionalizm çoxalır. Yəni Fransəviyə gedən Fransəli kimi keçəlir, Almana gedən Almanlı kimi. Bunlar da bir-birinə düşməndir. Avropada hamısı Məsihidirlər, amma hamısı da bir-birinə düşməndirlər. Çünki hamısında bir nasionalizmsi vardı. Mən onun toprağını alacağam, o mənim toprağımı alıbdır, bizim nəcadımız ondan ağıllıdır, onun nəcadı bizdən aşağıdır. Belə düşünürlər. Bu arada bir dana da insanlara da haqq vermirlər. Hər kəsin gücü var hakimiyyətə çatıbda, hangi millətin. O birisi millətlər ki, o torpaqlarda onun bayrağı altına onları əzir, onların dilini aradan aparır. Almanda Almandaşları, Fransədəki Fransədəkiləri. Məsələn, Fransa, İran modeli ki, bu günlər biz yaşırıq, bu modeli Fransədən gətiriblər. Fransədə də o zaman Jakobonlar, inqilablardan sonra gəldilər, dedilər ki, biz tamam dilləri aradan aparacağıq, bir bayraq, bir Fransa, indi ya şahlıq idi, ya cumhuri idi, çünki orada heyət dəyişibdi. Elə İrana taydı. Fransənin tarixi İrana taydı. Yəni, insanları dəmdəmi məzac idi. Yarısı naharacan şah, zindəbad şah, nahardan sonra zindəbad cumhuri. Sabahları sübh məcbər cumhuri, nahardan sonra məcbər səltənət. Fransəlilər də bu dövranı eyni İranlılar kimi geçirdiblər. Elə İranlılar da o sürəci geçirdirlər. Heç elə bir nə teknoloji ərsəsidir, nə internet ərsəsidir. Elə həman zaman o sürəci geçirdirlər. O uzunluqda da sürəcəkdir. Bunlar da düşünələr, əlbəttə düşünsələr, inanmıram. Çünki nəcatpərəstlik, mərəstiliği qoymur görələr. Hər halda bunlar Fransədən bu Almandan Aryayı fikrini gətirdilər. Aryayı fikri. O günəcan İran tarixində Arya sözü işlənmir, dostlar. Axı, niyə işlənsin? Bir şey ki, burada yüzlər nəcat vardı, niyə gəlsin desin ki, biz Aryayıyıq? Almanda bu, Fransəlilərin qabağında, İngilislərin qabağında, Suedlilərin qabağında, Suislilərin qabağında, nə bilim, Obrislərin qabağında, Otrişlərin qabağında, Məcaristanların qabağında və Osmanlının qabağında deyirlər ki, biz Aryayıyıq. Aryayı deyə bunları Məsihiyyətdən ayırırlar. Bunları birləşdirirlər, o birisi Məsihlərin qabağına Aryayı deyə Almanları yığışdırır. Orada sonra da birinci dünyanı salırlar, ikinci dünyanı salırlar. Buna görə ki, İslam Avropanı alırlar əllərinə. Bu adamlar da onu dəqiqən götürürlər, Aryayını Almandan alırlar, dili, çünki mənimsəmək, dilin hakimiyyətin Fransədən alırlar və dinsizliği, dinsizlik deməyək, bu iki dinsizlərin də haqqı var yaşayarlar, dinlilərcə. Bunu da almırlar, şüarda qəbul edirlər, gətirirlər bura. Nasiruddin Şah baxır, görür ki, bunlar getdilər, 4-5 il dövlət buna, dövlət bunları bilirsiniz, o pul iki qabaqcan verirdi, məsələn, ərteşə verirdi. Ərteş deməyək, o zaman ərteş yoxdur İranlar. Deyək ki, verirdi mühafizlərinə, verirdi vəzir-vəkilə, verirdi öz dərbarında işləyənlərə, onları azaldıb verir danışçılara da. Öz xərcindən, heç olmasa xəzaniyə gedən pulun birazını verir bu danışçılara. Danışçılar da ucuz geçinmirlər, orada gediblər, şah kimi yaşırlar, Avropada dərs oxurlar, gözəl işləmirlər, yiyirlər, dolanırlar, kitabları müftə, hər şeylər, yataqları, hər şeyləri müftə geçinirlər, dərs oxurlar. Amma bunlar sonunda mason olurlar, gəlirlər İran ziddi, İran deməyək, Qacar ziddi. Aryayı fikrini gətirirlər, Fars fikrini gətirirlər. Avropada, o məqtədə, Avropada Osmanlı ziddi bir fikir var. Yəni, Fransəlilər də Osmanlıdan qorxurlar, Almanlılar da, İngilislər də, Ruslar da, Belçiklər də, Suedlilər də, Suislilər də, İspaniyalılar da, Portugallar da, Məcarlar da, hər yer türklərdən qorxurlar.
Türk böyük bir güclü, böyük bir imperatorluqdur. Qorxurlar. Tamam ideolojilər, nasionalist ideolojilərin əksəri əvvələn Avropada özlərinə çox şey almaqdır. İkinci Türkün qabağında durmaqdır, Osmanlının qabağında durmaqdır. Bu mütəəssifanə Qacardan gedənlər də o cürsü Türk ziddi olurlar. Deyirlər ki, bizim soruşurlar özlərindən ki, biz niyə dalıya qalmışıq? İran niyə dalıya? Bizim niyə xiyabanlarımız bu cür deyil? Niyə bizim maşınımız yoxdur? Niyə bizim qətarımız yoxdur? Niyə bizim gəmimiz yoxdur? Niyə bizim tibbimiz yoxdur? Niyə bizim danışqahımız yoxdur? Niyə bizim mədrəsəmiz belə deyir? Niyə elə deyir? Hamısında gəlirlər bir yerə çatırlar. Biz türkük ona görə. Biz əgər dilimizi dəyişdirsək, fars eləsək dəyişər. Çünki axı farsı Ariyaya bağladılar. Farsı Türkə bağlayan millət. Çünki Türk onlardan düşməndir. Farsı gərək bir millətə bağlayırlar. Gəlirlər bağlılar Farsa. İndi deyirlər, əgər biz dilimizi dəyişdirsək, Fars olsaq, Farslar iş üstə gəlsə hər şey düzələr. Türk gərək aradan geçsin. Onun üçün görürsünüz, baxın, Osmanlını aradan aparandan 5 il sonra Qacar da aradan gedir. Osmanlıda yenə də azdan çoxdan biri də Osmanlı yığışır, Osmanlı generalları, savaşçıları yığışırlar, Türkiyə adlı bir şeyi saxlayırlar miras olaraq. Amma bizimkilər burada hamısı beyinsəl olaraq, diqqət buyurun, Osmanlıda hamı beyinsəl olaraq brainwash olmayıblar. Özlərin Ariyayı bilmirlər, özlərin Türk bilirlər. Bunlar gəlirlər Türkiyəni saxlayırlar. Bizimkilər oradan gediblər, dərs oxuyublar, gəlirlər bura hamısı panfars və paniranist olurlar yavaş-yavaş. Çünki İran'da Ariya sözündən düzəldiblər də. Ariya sözü gəlib o İran. Bunu istəyirlər ki, bunları gətirirlər, bundan bir hökumət düzəldirlər. Onlara bir tarix düzəldirlər. Fransada bunlara bir tarix verirlər ki, Ariya belədir və Ariya İranın filandır, bəhmandır. Bunların hamısı çərənpərəndidir. Avestada belə o İranovits dedikləri söz ki, İranovits də deyir, ayrı bir yazılıbdır. O yazıldığı belə onu İslamdan neçə yüz il sonra müsəlmanlar yazıblar. Müsəlmanlar əyrı buyuru hər nə mənə bu Zərtoşdunun mallaları deyiblər Hindidə, orada burada bunları toplayıblar, eləyiblər Avesta. Yoxsa əsən Zərtoşları savadları yox idi yazarlar və bir kitab yazmayıblar tarix boyu. Onun üçün bu İran sözü əvvələn orada yazılsa, İngiliscə niyə yazılıbdır? Yəni, tələffüz bu məntəqənin tələffüzü ilə gərək yazıla. Amma bu məntəqənin tələffüzünü yazmayıbdır. Siz İranovits eşidəndə çox İranda olunan dillərin hangisine bənzədirsiniz? Amma eşidəndə Rusa çox bənzədirsiniz. Məcaristana çox bənzədə bilirsiniz. Yəni, elə bir ki, bu o tərəfdən gəlmə bir sözdür. Bəllidir ki, oradan gəlibdir də. Yəni, saxtar avayı deyirlər də farsça. Saxtar avayisi belə bu məntəqənin dillərinə yemir. Hər halda Nasiruddin Şah gəlir, görür ki, bunlar gəldilər, gəlir danışqaq qurur. Aha, bu müddətdəki danışçıları göndəribdir, öğrenciləri göndəribdir, Avropada dərs oxurlar, müxtəlif məmləkətlərdə. Diqqət buyurun, bir məmləkətə göndərmir. Çünki deyir, bir məmləkətdə bir teknoloji var, bir ayrı məmləkətdə bir ayrı teknoloji var. Bir məmləkətə göndərsəm, bir məmləkətin fikri və ilmi gələr mənim topraqlarıma. Amma mən 20 dana məmləkətə göndərsəm, 20 məmləkətdə olan düşüncə, fikir, teknoloji, sənət, dünya görüşü gələr mənim məmləkətimə. Onun üçün bir yerə göndərsəydi ucuz çıxardı hətta. Amma bunları müxtəlif yerlərə göndərir, cürbəcür yerlərə göndərir ki, bunlar hərəsi bir fikir gətirsin. Bir düşüncə gətirsin. Mənə düşüncə lazımdır. Bu adamlar gəlirlər, bir şey olmur. Eyni zamanda ki, bunlar orada dərs oxurlar, gəlir deyir ki, mən indi çox pul verirəm, danışçı göndərirəm. Amma az danışçı göndərirəm. Gətirin mən o pula ki, danışçılara verirəm, orada gedirlər, dərs oxurlar. Həman pulu verim 20 dana, 30 dana ustad gətirim o məmləkətlərdən bura. Burada çox adama dərs versinlər. Gəlir Türkiyədə, o gün Osmanidə şey düzəlmişdi. Darülfunun. Danışqah bugünkü deyirlər. İranda bugün danışqah deyirlər. Danışqah sözü taza sözdür, dostlar. Danışqah sözü Rıza Şahdan çox sonra düzəlibdi. Danışqah onacan Darülfunun deyilirdi. Bu da taza sözdür. Necə İran taza sözdür, Pers taza sözdür, Ariya taza sözdür, İran da taza sözdür,
Eyni elə danışqata taza sözdür. Qabaqca buna şey deyirdilər. Darülfünun. Gətirir 5-6 dana məmləkətdə, o zaman ustan yoxdur, məmləkət var. O cümlədən Əl-Əhvazda, Tehranda, Azərbaycanda, əgər iştibah eləməsəm Kirmanşahda, iştibah mümkün eləyən Bəluçistanda şey yaradır, mədrəsələr yaradır və müəllimlər istihdam edir xaricidən. Gəlin bura dərs verin. Gətirir burada bu insanları əvvəl gərək tosəə belə olar. İnsanların gərək beyni inkişaf eləyə, beyni xurafatdan uzaqlaşa ki, eləyə bilərlər, modern dünyanı qəbul eləyərlər. Yoxsa əgər mən desəm dünyanın mərkəzi mənəm, niyə bu mərkəzliği əldən verim ki, düşüncəm bu qədərdir da, dünyanın mərkəzi mənəm. Mən dünyanın hər yerindən yaxçıyam, hamı dalıdır, mən qabağam. Görməyəcəm ki, dünyada nə keçir. Bu insanlara amma gərək bunları öyrədəsən. Bir başlayır bunları öyrətməyə. Danışgədələrində ki, açıbdır, tibb açır, darusazi bugün deyirlər, onu açıbdır. Mühəndisi həm rahu saxtıman, həm şəhərsazi, həm dəmir yolu, top deyəndə, yəni kollən əslən müsəlləh güclərin tüpdür, tüfəkdir, nə bilim, hər nə mənə ki, onlara lazımdır da, onların mühəndisliğini açır. Ondan sonra tərcümə açır, yəni müxtəlif dillərin. Cəlib budur, Nasirəddin Şah özü də 3-4 dili kamil bilir. Cəlib budur, arvad uşağı da bilir. Yəni, Fəransəni bilir, ərəbini bilir, farsını ki bilir, türkü öz dilidir, ana doğma dilidir, onu bilir. Əgər iştibah eləməsəm, rusini də elə bir bilir. Əgər iştibah eləməsəm. Bilmirəm, ingilisini bilir, yox, amma rusini elə bir bilir. Və ailəsi də bilir. Musiqi dövrəsi, teatr dövrəsi, yəni bunlar dərs olaraq qoyulur. Hüquq qoyulur. Niyə? Çünki bu adamın zihnində bir islahat var. Bu məmləkəti, mən bax buna inanmışam, heç vaxt bir məmləkəti əşyağadan çevirmək olmaz. Sən inqilab elərsən, həman ağlından Xumeynini gətirərsən. Şah zamanı biz həman ağlından inqilab elədik, kimi gətirdik? Xumeynini gətirdik ki, şahdan dalıdır. Ya şahdandır. Yəni, bunlar bir əsrin adamlarıdır. Siz bununla əqliz değişməsə, adamlar iki üstə gətirəcəksə, həman olar. Qacar dövründə əqli değişdirmək istəyir. Adamlarla işi yoxdur. Qacar deyir ki, mən əqli değişdirəcəm, insanların beynini değişdirəcəm, dünya görüşünü değişdirəcəm. Qətar gətirdirir. Qətarı Rıza Şah gətirməyibdir. Qətarı 5 dana kumpani ilə əvvələn baxır ki, baxın, Nasirəddin Şaha görə mən bugün çox danışacağım. Bəlkə əslən buna görə çox danışaq da. Bir dana millətin dedik ki, təyyarası yoxdur, gəmisi yoxdur, tolidi yoxdur. Hamısı ya əkinəcəkdir, adamlar ki işləyirlər, ya mal heyvan saxlamaqdır. Bunun yanında da bir iddə adam ticarət ilə məşğuldur. Atla, heyvanla, qatırla, eşyəklə durur gedir Əraqdan, Türkiyədən, Azərbaycandan, nə bilim, oradan, buradan bir cins alır, at üstündə gətirmək qədər. Gətirir burada, satır, bir də qeyd, buradan da bir şeylər aparır orada, satır oradan bura. Ticarət budur. İlin hamısında yığsaz bunların hamısını ilin əvvəlindən sonuna qədər yığsaz, məsələn, 5 təyyara eləməz. 5 təyyara gətirən cins bir gəmicən qətən eləməz, qətən. Yəni, bir gəmi 4000, 5000 dana şey gətirir, konteyner yük gətirir. İranın Qacar dövründə kolli varidatın, sadiratın yığsaz bir gəmi eləməz. İl başına, bir ildə belə eləməz. Tamam. Bu indi istəyir bu millətə modern eləsin. Bunlara mədrəsə açır. Danışqah açır. Sonra bunların pul yoxdur. Diqqət buyurun. O yerdə bah olar ki, orada pul olar. Amerikada niyə bah var? Pul var. Avropada niyə bah var? Pul var. Çünki gəmi var, cins aparır, gətirir, satır. Pul olur, pul aparır, qoyur banca. Axı, Qacar məmləkətində ki, pul yoxdur. Mənim özümün yadıma gəlir, biz istəyirik bəqqaldan bir şey alaq kətdə. Nənəm məsələn,
Mənə deyir ki, 4 dənə yumurta götür apar ver, Allah rəhmət eləsin. Məşreyidərdən məsələn bir çətvər şey al, qənd al. Mən özüm bunu yaşamışam da uşaqlığımda. Pul olmadığı yerdə bah niyə olsun? Bu birinci şey budur ki, deyir, bu mənə bah lazımdır, amma banca pul lazımdır. Yəni bir nəfər bura pul qoya. Bir də banc işin bilən ola. Gəlir deyir ki, filan yer, filan dövlət, mənə xarici sərmayə lazımdır tövsiə üçün. Bu günkü dillə danışıram ha. Bu gün deyir ki, bəray tövsiə, İranın tövsiəsi üçün pul lazımdır. Biz xaricilərdən gələk sərmayə gətirək bura. Xaricilərə bir imtiyazlar verməliyik. Gələ bura sərmayə qoyaq. Məsələn, deyəcək, 5 il, 3 il, 10 il şey eləməyin, burada maliyyat verməyin siz. Ya gəlin bu işi görün. Qacar belə də eləməyib ha. Mənim özümün Azərbaycanın gələcəyinə mənim özüm pişnihadım budur ki, hər kəs gəlsə Azərbaycanda, məsələn deyək 100 milyon, deyək ki 500 milyondan yuxarı sərmayə qoysa 10 il bu adama biz maliyyət almayaq. Deyək, sən burada işlə. Məsələn sən fəqət Azərbaycanlı işlədəcəksən. 10 ildə maliyyət verməyəcəksən. Pul gətir burada sərmayə qoy. İş yarat. Qacarın baxışı da belədir. Mənim pulum yoxdur, millətimdə pul yoxdur, bahi düzəldə bilmərəm. Bancın elmin bilmirəm, bir elmidir. Neçə dana elmidən bancı düzəlir. Banc iqtisadın üstünə dayanar, iqtisadçı gərək olsun. Banc amar bilməlidir, gərək elmi amara müsəllət olsun. Banc pulun dolanmağın bilməlidir. Bu özü bir elmidir. Pulun çapı bəlli olmalıdır. Ondan sonra minlər yol lazımdır ki, bir bahi ayaq üstü dursun. Əvvəl bu bancı bir nəfərə, indi ya Rusiya verir, ya hər yerə verir, deyir ki, bunu bir dənə bah burada düzəl. Adına deyirlər, bancı şahid deyir, bu şərtinə düzəldəcəksən, bunun pul qoyduğu burasının bir beləsi mənə maliyyət verəcəksən ildə, yəni məmləkətə bir belə maliyyət verəcəksən, burada adamlar bunu örgəşəcəklər, 20 il, 10 il, 15 ildən sonra da bu, hər nə saxtıman da düzətmirsən, onu bizə satmaq haqqın yoxdur. Onu, bu cürsü verəcəksən bizə. Biz sənə onun qabağında pul verməyəcəyik. Amma sən burada 20 il işlə, 30 il işlə, 50 il işlə, hər neçə il işləyirsən, saxtıman düzət, tamam şəhərlərdə düzət ki, adamları tərbiyyət elə, kadr elə, özünə mənfəət götür, məndən də ildə də bir belə dövlətə verəcəksən maliyyət olaraq. Amma maliyyət alır. Amma 30 ildən sonra, 50 ildən sonra ki, sənin vaxtın maliyyat vermək vaxtın gəldi, bu təşkilat ki, nə mənə düzətmirsən, saxtımanlar, adamlar, hamısını pul almadan verəcəksən bizim dövlətimizə. Buradan başlar. Sonra gedir dəmir yoluna, caddələrə, təmbəkiyə, tamam şeylərə. Ağa, mənə pul lazımdır, bu məmləkətin inkişafı üçün pul lazımdır. O zamanacan əgər iştibah eləməsən, İranda təmbəki yox idi. Dostlar, təmbəki taza bir şeydi gəlibdi. Qəlyan taza bir şeydi gəlibdi. Əyan işiydi. Əyanlar qəlyan çəkirdilər. İranlılar muhtad idilər tiryaka. Şiriyə. O zaman qəlyan taza gəlmişdi. Çünki təmbəki əsən Amerikadan gəlib taza bir şeydi. Əsən təmbəki, qəlyan taza bir şeydi. İranda bunun tarixi yoxdur. Nədən mollalar o zaman gəliblər, deyiblər ki, ağa, fətva veriblər, gərək təmbəki, hər kəs filan eləsə, bəhmun eləsə. Bu nədən çıxır? Bu, burada bunların mollaların mənfəətindən çıxır. Tacirlər ki, təmbəki gətirirdilər, ya burada əhdirirlər. Bunun üçün görürsünüz ki, deyir ki, ağa, reji, filan, bəhman, gəlcinin İranda tunel düzət, qatar yolu çək, yerləri abad elə, kanal suyu, su kanalı çəkcinə, zəmiləri, çölləri su apar əhcinə, nə bilim, mədənləri çıxatcinə, yol çıxatması eləyə bilməz, nəft çıxat, qaz çıxat, hər neyinisən elə, bunların da mən səndən maliyyatını alacağam, 20 il, 30 ildən də sonra bunların, nə mənə burada bina tikmişən, dəstək qaçırsan, hamısı da mənimdir, pul verməyəcəm sənə. İndi İran Çinə 25 ilə deyirlər, veribdir İranı kollən şeyə da, Çinə, iqtisadı. Əsən bəlli deyil, nə qədər olacaqdır, nəyə veribdir, nə alıbdır, nə cür olubdur, heç bəlli. Qacarın biz hər şeyini bilirdik, o zaman da bilirdilər. O zaman da millət bilirdi. Görürsünüz ki, tövsiə başlanır, qatar yolu çəkilir. Əgər iştibah eləməsən 5 dəfə dünənki göstərdiyim kitabda, o Döşkür Mehdi Mohsin Yanradın kitabında tarixi yazılıbdır. Neçə dəfə qərardat bağlayıbdır dəmir yolu üçün. Rah ahən deyirlər.
5-6 dənə məmləkətlə qərardat bağlayır, həm içəridən, həm eşikdən müxalifət edirlər. Ki onlar bizim gücümüz çatmaz. Baxın, indi yaxşı bu günlər Güney Azərbaycan müstəqil oldu. Biz istiyoruz ki, bu Güney Azərbaycan iqtisadi cəhətdən geçsin qabağa. Kim də o ağır pul var ki, gələ məsələn deyək ki, bir dənə otoban çəkə, məsələn deyirəm ha, Ərdəbildən başlaya gələ, ya bir dənə kanal çəkə, məsələn Ərdəbildən ya Arazdan suyu gətirə tökə Urumuc gölünə. Kimdə bu güc var? Dövlət taza qurulubdur, gücü yoxdur, maliyyat üstündədir, gəlirimiz yoxdur, yol çəkilməlidir, su gəlməlidir. İnsanlar yaşamalıdırlar bunlar. Bunu hardan? Bunu məcbursan deyəsən ki, hər kəsin pulu var dünyada, gəlsin biri imtiyazlar mən verirəm, gəlsin burada sərmayə qoysun. Həman işi ki, İran bugün görür. Əlbəttə, geçən neçə ildə gördü, cavab vermədi, getdi Çinin üstünə. Diqqət buyurursunuz, Qacar bu stratejini götürür. İndi biz buna deyirik ki, qərardat, imtiyazat və qərardat, nəinki ilə filan. O qərardadır ki, Qacar bağlayıbdı reji ilə ya hər kəslə, onu müqayisənin Rıza Şah ki bağlayıbdı 1919-da da. 1919 qərardadı ilə ki Rıza Şah bağlayıbdı, onu şeylə müqayisə eləyin. Qacarına. Qacar 1000 pay bundan ürzəli verib. Amma tüm Qacardır, qərarlayacaqlar. Nəngin filan. Bunun içəriyinə bax. Mühtəvasına bax, gör mühtəvasında nə var? O deyibdir ki, sən dəmir yoluna çıxacaqsan, İranın, məsələn, Bəğdaddan gələn yolu vuracaqsan, aparacaqsan İstanbula. Məsələn deyirəm, İstanbula tərəf, yəni Azərbaycanın bu tərəfdən çıxacaqsan, məsələn deyək ki, Bazərqandan çıxacaqsan Türkiyə sərhəddatına. Oradan bağlayacaqsan Türkiyə, çünki mən nə mənə cinsi ki, o tərəfdən gəlir, eləyə biləm, aparam bu tərəfə, bu tərəfdən də bu tərəfə, satam. Deyibdir ki, bunu sən məsələn düzəldəcəksən, 10 il, 20 il sənin əlində olacaq, mənə də maliyyat bir belə ayda, ildə bir belə verəcəksən, məsələn %10, %5, hər nə qədər. Mənə verəcəksən, bu vaxt da qutarandan sonra qətarlar da mənimdir, yol da mənimdir, adamlar da ki öyrətmirsən, onlar da mənimdir. Mən onları alacağım, işlədəm, onları milli eləyəcəm. Baxın, siz Qacar dövründə əslən şey görmürsünüz. Bu fikir yoxdur, bax, biz təqlid eləyək və bu günlər deyilə montaj. Əslən montaj fikir Qacar dövründə yoxdur. Qacar dövründə budur ki, gətir bunu, burada qur və bunu örgət. Və bu 20 ilin içində bu adam gərək bunu yarada. Mənim yadıma gəlir, o gündən ki, mən Təbrizə gəlmişəm, kənddən çıxmışam, görmüşəm maşın nədir. O gündən eşitmişəm ki, İranlılar isə xodroyu milli düzəldərlər. İndi mənim 57 yaşıma geçir, hələ xodro millidən xəbər yoxdur, montajdır. %100 montajdır. Nasiruddin Şah belə bir fikrinlə bu tərəfdən də İstanbula yaxınlaşır. Bu tərəfdən də yəni xilafət İslamiyyə yaxınlaşır. Gəlir, gedir, görüşür, elçilərlə, filanla, bəhmanla bunlarda alver olur. Fikir, siyasət alver olur. Bir dənə o şeylərdən ki, Nasiruddin Şaha görə deyəcəyəm, budur. Nasiruddin Şah müttəhəmdir ki, neçə dana arvadı var, neçə 100 dana. Əvvələn Nasiruddin Şah sizə tay, mənə tay, bunu deyənlərə tay, mənzurum. Bunu deyənlərə tay ahmaq bir adam deyil, ağıllı bir şahdır. Bu böyüklükdə imperatorluğu idarə edir. Və onun dövrəsində savaş ən əşadadır, sülh ən yuxarıdadır, inkişaf ən yuxarıdadır. Hər yerdə sərmayə quzarlıq başlayıbdır, hər yerdə amuzəş verirlər, ordu düzəltməyə başlanıbdır, filan bəhman. O gün necə bizdə ordu yoxdur dostlar, bunu qəbul edin. Nasiruddin Şah birinci adam ki, ordu fikrinə düşür ki, mənim ordum olmalıdır. Ordu ki, daimi ola ha. Savaşdan savaşa deyirlər, kəddini götürdülər, apardılar savaşa, gəcinlə get, ölginlə, o ordu deyildi. Ordu buydu ki, elə bugünkü kimi də görürük ki, Amerikanın, İngilisin, oranın, buranın ordusu var. Bunlar ömür boyu hüquq alırlar, gedirlər, savaşırlar. İranda ordu hərəf elən sistemi yoxdur, dostlar, bunu deyim sizə. Niyə yoxdur? Çünki mən ki 2 il sərbazçılıq edirəm, məndən ordu çıxmaz ki. Mən nə örgəşdim,
Hələ indiki hamısı gedir xətti vahiddə orada burada işləyirlər də. Bunlar ki, əslən silah da öyrənmirlər, silah da bilmirlər nədir ki. Bundan ordu, əlan İranın ordusu yoxdur dostlar. Nə Sipah-Pasdaran ordudur, nə Ərteş ordudur. Çünki bir dana sərbaz ki, qarnın yemək üçün gələcək evinə, Qacar dövrü bundan yaxşı idi. Ordu odur ki, Amerikanın, Kanadanın, Avustraliyanın, İngilistanın, Almanın, Rusiyanın ordusu kimi olar ki, hüquq alar, gedər orada sərbazlıq eləməz, gedər orada istihdam olar. İşi əslən o olar. Onun ömrü orada geçər, o ömür boyu təlim görər, savaş da olanda gedər ya ölər, ya öldürər. İranda bu yoxdur. İranda sərbazı bu gün tutur, aparır, 2 il orada saxlır, ac, susuz, zindecanlığından saxlır, 2 ildən sonra Adəm Mişəvət. Harası adam olacaq? Hamısı siqarə, hamısı motat, hamısı əllaf, hamısı filan olur, qeydir, gəlir analarının qucağına tamaşadan. Nənə, mən 2 il işləsəydim, yenə bir təmir başarardım, maşın pəncəri başarardım, başa da başarmadım orada. Adamın 24 yaşı var, 25 yaşı var, qeydib gəlib evə, indi bilmir ki, bir tikə çörəyi nədir çıxasın yesin. Buna ordu deməzlər. Bu deli Qacar dövrünün bir ayrı modelidir. 5-10 dana dərəcədar var, əfsər var, general var. İndi neçə min danadır. Onlar da otururlar mizin dalısında karimət kimi işləyirlər. Əslən bilmirlər ordu nədir. Yəni İranın generalları harda amuzəş görürlər, harda tərpəşirlər, harda nə iş görürlər, hangi stratejini töküblər. Dünənləri bir gözəl söz eşitdim bir Türkiyəli mütəxəssisdən. Dedi ki, Ermənistanın tank gücü onlar qat Azərbaycan Cumhuriyyətindən yuxarı idi. Elə bu son günlərdə Qarabağ savaşının, azadlıq savaşından o zaman. Təyyara gücü və muşək gücü S-400 və S-300 hər yeri Ermənistanda dolu idi. Ermənistan o gündən ki Azərbaycanın bir parçasının %20'sini işğal eləmişdi, o qədər özün güclü bilirdi ki, hər zaman iradə edirdi, getirdi Azərbaycana. Vururdu, öldürürdü, işğal edirdi, işğalın üstüne işğal qatırdı. Daha çox işğal edirdi. Dünən 20 idi, bu günləri 21% edirdi. Azərbaycan deyir ki, sakit, lalam, elə biz zəifuq, hamı bunu danışırdı da ki, biz yerimizi alamayacaq filan. Deyir ki, bir strateji götürdü, qaranlıqda hərəkət eləmək və sakit. Nəfəs çıxdı, heç kəsin cınqırı çıxmasın. Sərbazlar getirdilər, dövrə gördü, hamısı istihdam. Hamısı istihdam. Dövrə görüldü, amma famililər bilmirdilər ki, bu sərbazdır ya yox. Və heç kəs danışmırdı ki, bizim sərbazımız var. Danışan dedi, ordumuz yalandan ordumuz var. Çünki bu sərbazları öyrədirlər, gizli saxlayacaqsan. Nənən, dədən, bacın, qardaşın, arvadın, uşağın bilməyəcəkdir ki, sən nə iş görürsən. Onun üçün də Ermənistanlar o gün ki, Azərbaycan bir güc kimi çıxdı ortaya, 40 gündə Ermənistanı yıxdı, Ermənistan Rusiyaya inanmırdı bu gücə. Azərbaycan əsən bu gücü hardan gətirdi? Hər halda Nasiruddin Şah çox böyük islahata əl vurdu. Əkinəcəkdə, damdarlıqda, mərizləri, bimaristan düzətdi. Bimaristan düzətdi. Dostlar, Nasiruddin Şah mübarizə ilə gedib qabağa. Bu Rıza Şah yoxdur. Bu Rıza Şah gil vaksən vurmurdular. Abilə Murğano, Çiçək, nə bilim, Qızılca vaksəni özlərinə vurmurdular. Bunların 2 tümən deyiblər, ya verəcəksən, o zaman 2 tümən məsələn 1 ayın hüququ idi, məsələn deyək. Ya 2 həftənin hüququ idi, gəliri idi. Ya 2 tümən verəcəksən, ya bunu vuracağam. Qorxularından ki, Rıza Şahın adamları, yəni Rıza Şah o zaman uşaq idi. Əlbəttə çox uşaq idi, heç onda yox idi bəlkə. Amma onların dədələrinə zorla bu vaksən vurdururdu. Mollalar çıxmışlar xiyabana, deyirdilər ki, şeytanı, cinni soxur sizin qanınıza. Hər kəs geçsə, vaksən vurdursa, arvadı ilə gecə şeytanlar seks eləyəcəklər və uşaqlarının qarnında cin doğacaq. Qanlarında cin olacaq. Qacar dövləti belə bir millətin içində bimaristan qoydu, Abilə Murğan, neçə dana vaksən, vaksən mərkəzi düzətdi. Pastor, şu Anisto Pastor deyirlər, indi Tehranda var. Tehranda yox, Kərəcin yaxınlığında. Oranı
Rıza Şah vurmayıbdı, oranı Nasreddin Şah vurubdu. Tramva çəkdirib şəhərə, tramva, yəni bugünkü qətarların dədəsi. Çəkdirib şəhərə, qətar çəkdirib heç kəs minmir. Şah öz arvad uşağın götürür, mindirir, aparır ora hər gün. Adamlara deyir, baxın biz mindik. Əgər bunun, deyirlər hər kəs buna minsə zinazadə olar uşaqları. Deyirlər baba, şah mindi, şahın arvad uşağı mindi. Biz də minaq, yavaş yavaş. Adamlar mindilər, qorxurdular. Bərk, filan, bəhman, hamısı o dövrənin işidir. Rıza Şahın dövrəsinin işi deyil. Film bərdari maşını, əqqası maşını. O dövrənin işidir. Bunları kiçik görməyin dostlar. Buradan başlanar bir məmləkətin değişməyi. Onun üçün görürsünüz ki, bir dənə məşrutə çıxır ortadan. Əlbəttə, çoxlar var, bunun islahatı çox dərindir. Mən istəmirəm çox danışam. Amma onlar içi gediblər indi Avropada dərs oxuyublar, Framason olublar. Onlar içi Türk ziddi ideolojilər alıblar. Onlar içi Almandan Ariyayı alıblar. Deyirlər, biz də özümüzə Ariyayı deyək, Almanlara yapışaq, biz də Almanlar, deyək, Avropalıların qardaşıq, bəlkə buradan Avropalılar, Almanlar bizə köməklik eləyələr. Bunlar gəliblər, Türk ziddi hərəkat yaradıblar İranda. Farslıq qarşılığı üstə. Cəlibdir, bu adamların dövründə 1913'də dostlar. Yəni olur məşrutə, cümbüş-i məşrutədən, məşrutə hərəkatından 7 il sonra birinci dəfə görüşü təxti, bu şey ki deyirlər, tisfundur, nədir bu, dünənləri görsətdim, o yazı ki orada kuruşlu, Dariyuşlu, kimdə onun adına yazılıb, Dariyuşlu, onun adına yazılıb deyil. 7 il məşrutədən sonra bunu qazıblar yarımçılıq. 7 il. Dünənləri mən bunun iştibah sizə demişəm tarixin. 7 il məşrutədən sonra bunu mən harasını iştibah demişəm dostlar. 1919'u 1219 kimi düşünmüşəm. 1919 demişəm amma 1910 demişəm ki Rıza Şahın Burbur dövrəsində. Yox, Rıza Şahın Burbur dövrəsi deyildi. Orası iştibahdır. Yəni 1919 düşür bizim 1292'ye. 1292, yəni 7 il məşrutə hərəkatından sonra ki bizim 3-4 dənə parlamanımız olubdu bu məqtədə, gərək olaydı qaydətən ki olubdu. Bu məqtədə bunlar başlayırlar o daşları yontalırlar, üstündə mücəssəmə əksi çəkirlər. Ki dostlarımız indi deyirlər, bu şeydir, betondur əslən. Betondur. O daşlar betondular. Dostlarımız bunu ispat edirlər. Mən də onlara ehtiram qoyuram. Çox da düz deyirlər. Mənim nəzərimə düz deyirlər. Dostlarımız neokronoloji fikrim adında bir şey açıblar dostlarımız. Bir səhifə açıblar. Çox gözəl gedirlər. Çox da ağıllı işdirlər. Çox cüz'iyyata diqqət edirlər ki, biz əslən gedirik, gözümüz görmürdü. Mən getməmişim, əlbəttə gedənlərin də gözü görmürdü. Gördüklərimizin də, mən özüm gördüklərim də gözüm görmürdü. Çünki beynimiz yuyunandan sonra biz baxanda böyük əhsi görürük. Çiçlərə baxmış görürük, o niyə orada düşübdü, onun içində milə qoyublar, yox, siman deyə yox. Baxırıq yerə görürük ki, bura betondur, ayağımızın altı betondur, amma deyirik, kuruş, Dariyuş bunlar beton, o zaman beton varmış. Bu şeyləmdir ki, beton axı bu günləri düzəlibdir, beton o zaman düzəlməz ki. O məqtə tarixində, yəni məşrutə hərəkatından, inqilab deyil, məşrutə hərəkatından 7 il sonra başlayıblar bu daşları yontalamağa. 13 il sonra, məşrutə hərəkətindən 13 il sonra o daşı təkmil eləyiblər. Təkmil eləməyə çalışıblar. Ta Rıza Şah gəlibdir, Rıza Şah dövründə kamilən onun dövrəsində o nədir, Pərvəhərin əhsini qoyublar, sonra da onları qoyublar, Dariyuşdu kimdə onu qoyublar, 2 dənə də muhafizini qoyublar, sonra da o ayağının altında ayatan adamı qoyublar, sonra da o yanındakı yazıları yazıblar. Dedim, dünən dedim, eyni Ruznaməyə Ceyhan və İttilaata baxın, o onu orada qoyubdur ki, bunu da dünənlər döşür Mehdi Mohsinyan Radın kitabından görsətdim də, dedim də. İndi dostlar, Nasreddin Şah bu işləri görür, Osmanlı da orada bu işlər görür. Osmanlı dövlətlərində, torpaqlarında. Avropalılar
Hər yerdə bu xromosomları salıblar, bu türkün canı. Türk aradan gedir. Çünki türk Avropalıların gözündə ən böyük təhlükədir, ən böyük xətərdir. Əmniyyəti necə bu günləri hər kəs türkü danışsa, İranın əmniyyət millisi aradan gedir. Dünən bir dənə xanım orada bir dənə uşağın adı nə idi adı? Xəbərində yaydıq, dostlar da yaydılar, mən də yaydım. 7 il yarımdır, 7 il 4 ayda uşağa sicilli verməyiblər. Niyə? Bu ad, o ad ki, türkçə ad daha, o ad artadır, nədir adı? O ad İranın əmniyyəti millisini təhlükəyə salır. Yəni sizin bir kəlmə adınız, dostlar, İranın əmniyyəti millisini əgər xətərə salır, görün ki, Avropada bu fikir nə cür idi. Onun üçün bunlar hamını ideolojiyə çevirirlər. Necə bir idəcəkli oldu Rusçu, komünist oldu, gəldilər, bizi verdilər komünistlərin əlini Rusiyanın altına verməyə çalışırlar. Onlar da getdilər Almancı, nasionalist, paniranist oldular, gəldilər, türkdülər amma. Amma beyinlər berinvaş oldu, gəldilər burada tarix düzəldirlər Farsa. Sülistlər deyirlər ki, əgər biz türkü yıxsaq, türk hakimiyyətini yıxsaq, yerinə farsları və fars hakimiyyətini gətirsək, biz tosəə taparıq, Avropa olarıq. Onun üçün də görürsünüz, Rıza Şah o zaman ki, gəlir işinizdə, dostlar, birinci işi görür, budur ki, kişilərin haqqı yoxdur. Səqqəl qoyalar, bığ qoyalar, nə bilim, papaqları var idi. Hər kəsənin papağı var idi, o papağı qoyalar. Hamı papağını götürsün, ləbədar qoysun. Bir müddətdən sonra deyir, niyə ləbədar qoysun? Hamı mənim bölkümü qoysun. Hamı pəhləvi bölkü qoysun. Hamı pəhləvi bölkü qoysun. Bir müddətdən sonra deyir ki, hamı gərək xoş şalvar giyə. Paltarları çıxardır, hamı gərək xoş şalvar giysin. Hamı deyəndə, dostlar, ərəblərlə işi yoxdur, bəluçların işi yoxdur, türkmənlərlə işi yoxdur. Fəqət fars və türk. Kürtlərlə işi yoxdur. Yəni bunlar paltarlarını saxlayıblar. Türkmənlər, kürtlər, bəluçlar, ərəblər paltarlarını saxlayıblar. Baxın, fəqət türk ilə fars. Azərbaycan türk ilə fars, yəni şiə. İki dənə. Bunlara deyir ki, sən gərək öləsən, bir olasınız. Çünki ən böyük güc türklərdir. Əgər türkləri eləyə bilsə də əritsələr farsın içində, ərəblər öz-özünə əriyər gedər, ya da gedib öldürərlər, qətlam elərlər. Bəluçları ha belə, türkmənləri ha belə, hətta bugünkü pan-İranistlərin yox belə o yaxçısı ki danışır, deyir, ağa İran balə həmi İran mülk müşai İraniyan است. Hətta o da deyir ki, türkmənlər türk deyirlər, az İranlı deyirlər, bunlar gərək gedərlər. Bu vəziyyətdə biz bir dövranı keçirdik, dostlar. İndi görürsünüz ki, bunlar gəldilər bura, Türk dövləti nədir yıxaq? 2 dəfə, diqqət buyurun, 2 dəfə İstanbulda kodita edirlər. 2 dəfə şahı, xəlifəni dəyişdirirlər. 2 dəfə. Eyni zamanda, dəqiqən eyni zamanda, diqqət buyurun, zamanları bir il, 6 ay, 5 ay fərq edir, ha, çox yox. Nasiruddin Şahı bir dana geri qalmış bir adam durur Nasiruddin Şahı ki, silahla da getməyibdi ora, Məcidə, onu durur, terror edir. 50 il sülhə bir güllə vurur. Diqqət buyurun, bir dana fars, Mirza Rıza Kirmani adında, 50 il sülhə, bu kişi 50 il bu vətəndə sülhü yaratmışdı. Sülhün sayəsində iqtisad gedirdi qabağa. Sülhün sayəsində elm gəlirdi, teknoloji gəlirdi, pul gəlirdi, sərmayə gəlirdi, iş yaradılırdı, dünya, insanların fikri değişilirdi. Amma bunlar istəmirdilər məmləkət değişsin. Bunların məmləkət değişmə. Bunlar o tosəənin, o inkişafın, o şeyin zeyninə bir dənə güllə vurdu. Diqqət buyurursunuz. Həman Nasiruddin Şah ki, ruznaməni çap elətdiribdi. Əsən birinci ruznameniqarı özü gətiribdi. İstihdam Milli Fransızdan gətiribdi, burada mənə şey düzət, ruznamə düzət. Bu adamı gətiriblər orada öldürür, fars öldürür. Çünki Türkün niyə gərək bu qədər əmniyyət yarada bilə, aclıq olmaya, savaş olmaya, xaricidən pul gətirməyə çalışır, teknoloji gətirməyə çalışır, danışqah gətirməyə çalışır, mədrəsə açmağa çalışır, bimaristan yaratmağa çalışır, yol çəkir, dəmir yolu çəkir, tunel açır, kanal çəkir, bah düzəldir, iqtisad yola düşür, pul yola düşür, insanlar istihdam olurlar, iş düzəldirlər, karxanalar açılır. Niyə gərək belə olar? İstir Hindidən
Hindlə Avropanı yapışdırsın bir-birinə qatar yolu ilə, buradan yük aparsın, yük çəpədirsin, buradan fikir gedəcək, biz yox bunu qəbul edəmərik. Nasirəddin Şahı deyirən yox, İsrailci gün, yəni 2 gün bundan öncə nahar çağı sülh üçün məscidə gedin. Hətta hələ dostlar, hangi məscid? Nasirəddin Şah dövründə əcibə bir əmniyyət var. Hər kəs bəzi məscidlərə, bəzi imamzadələrə getsə, hətta adam da öldürsə onu girib buradan çıxada bilməzsiniz. Məsuliyyəti məkan var. Yəni evlərə girmək olmaz heç. İnsanların evlərinə hörmət var. Sən hər kəsin evinə girmək, orada namusu yatır. Orada namusu var. İran kimi, indiki İran kimi deyək ki, gecə girir, ya günüz girir, xalqın evinə, arvad uşağının paltarlarının içinə də baxır. Yox. Nasirəddin Şah dövründə məsuliyyət məkani var. Yəni hər kəsin evi müqəddəsdir, o evə icazəsiz girmək olmaz. Bu bir. İkinci, bəzi məscidlərdə, bəzi imamzadələrə əgər bir nəfər adam da öldürsə, hətta dövlət adamını da öldürsə, terror da eləsə, getsə, girsə ola, qaçaqçı da olsa, birinə zina da eləsə, qaçsa, girsə ora, nə dövlət adamları girib onu oradan çıxasın, nə millət onu girib çıxadamazlar. Belə bir əmniyyət yaradır. Bunun üçün görürsünüz, onun dövrəsində və ondan sonraki dövrələrdə görürsünüz ki, insanlar çox rahatca gedirlər, sifarətlərdən rahatca kimlik Allah mən istəyirəm. İranda yaşaya-yaşaya, İran deməyək, İran yoxdur o dövrədə. Qacar məmləkətində yaşaya-yaşaya mən istəyirəm ki, İngilistan, Amerika, Alman, Rusiya, nə bilim, Osmaniyyə vətəndaşlığı alam. Çiftə vətəndaşlığım olsun. Adam gətirir, Qacar dövlətində yaşır, İranın Qacar dövlətində ki yaşıram, bir dana da bayraq orada vurur. Mən Fransa vətəndaşıyam, o birisi vurur, mən Rus, bu birisi. Bayraq asırlar qapıdan, ha. Bayraq biz də bugün asa bilirik. Amma bunun mənası bu deyil ki, mən Azərbaycan, ya Türkiyə, ya ora-bura vətəndaşıyam. Bunun mənası budur ki, mən bu vətəni, buranı sevirəm. Amma o yox, o deyil ki, mən vətəndaşlıq almışam. Əgər polis gəlib məni tutsa, gərək gedə Rusiyanın, ya Almanın, ya Fransanın, ya İngilistanın, ya ayrı bir məmləkət ki, onun mən bayrağını vurmuşam bura, onun sifarətinə gedə oranın qanun əsasında məni tuta. Oranın qanun əsasında məni mühakimə eləyə. Diqqət buyurdunuz? Bu qədər tolerans var. Amma Mirza Rıza Kermani adında bir nəfər gəlir, bu sülhün, 50-lik sülhün ki, geçsə, davam eləsə, məmləkət değişiləcək kamilən. Tosəənin fikri, bilirsiniz, hər şeyin bir motoru var, hərəkət verir. Nasirəddin Şah Tosəənin başlanğıc və ölünc yeridir. Yəni Nasirəddin Şahı öldürəndə Tosəə fikri ölür İranda. Roşən fikrini hədəfə tuturlar. Sonra görürsünüz ki, yavaş-yavaş nə olur? 20 ilin içində, 25 ilin içində roşən fikri İranda qətl olunur. Hamımız getmişik danışqahlarda dərs oxumuşuq. Lisans, doktora almışıq. Profesör olmuşuq. İranda bir dənə roşən fikir deyə bilərsiniz var. Bax, bu günləri İranda deyir ki, bir dənə roşən fikir var. Deyir ki, İran, axı roşən fikir budur. Roşən fikri ki, gələdiyə vəziyyəti mövcudu təyid edir. Bu roşən fikir deyir ki, vəziyyəti mövcudu təyid eləmək. Roşən fikir odur ki, vəziyyəti mövcudun əleyhinə iqdam edir. Gəlir deyir ki, İran bir dana imperatorluqdur ki, ərəbləri, türkləri, türkəmənləri, Azərbaycan türkləri, türkəmən türkləri, qəşqailəri, lorları, çiyləkləri, mazənləri, bəluçları, kürdləri işğal eləyibdi və bunları insanlıq haqqından alıbdı. Bunların müsavi haqqları vardı. Bərabər haqqları vardı. Farsın 1 santimetr, 1 girəm, 1 milyonum haqqı izafəsi yoxudur. Haqqı yoxdur, izafə haqqı olsun bu məmləkətdə. Belə bir roşən fikir görə bilərsiniz İranda. İran dediyim, yəni Fars milləti. İran deyəndə türklər, türkdülər, adı üstündədir. Biz İranlı deyirik. Ərəb, ərəbdir, yoxsa İranlı deyil. Bəluç, bəluçdur. Türkəmən, türkməndir, qəşqaidir, lordur, ciylək, bunlar İranlı deyirlər. Bunlar müstəqil özlərinin millətləri var. Dövlətləri var. Amma bizim zehnimizi o qədər yuyublar ki, biz deyirik ki, roşən fikri, yəni bu ki, qanun əsası, məsələn, referendumu giz. Qanun əsasını referenduma qoydular Rəfsəncani dövrəsində vilayət fəqihi elədən mülayət mütləq fəqih.
Buna roşənfikir deməzlər, o roşənfikir deyildi. O bir dənə mürtəcə idi ki, qudrəti kamil qəbzə elmək üçün, kamil əlinə almaq üçün vilayət-i mütləqi elədi, vilayət-i mütləqi, vilayət-i fəqihi elədi, vilayət-i mütləqi fəqih. Bu bizim roşənfikir deyil bu. İslahat deyil bu. Bu irticadır. Nə olacaqdı? Roşənfikir gələcək deyəcək ki, aya bugünkü İran baisi tərəqqi olur ya yox? Aya bugünkü İrandakı yaşayan millətlər bir-birləri ilə qardaş olublar ya düşmən olublar? Bugünkü İran bizi gələcəkdə qan töhməyə aparır, yoxsa dostluğa? Bugünkü İrandakı millətlər nə istirlər? Niyə istirlər? Bunları soruşan, onda deyəcəksən, burada roşənfikir var. O zaman ki, bunlar hökumətin dediğini nuşxar elirlər bir ayrı vacələrindən, biraz intiqadla, əşəqayyum, orasına deməyin, buna dəyər, bunasına deməyin, buna deməzlər roşənfikir. Ustadı danışqaha deməzlər roşənfikir. Molliyə deməzlər roşənfikir. Roşənfikir cərəyanın tərsəsinə gedər. Roşənfikir camiəni kökündən dəyişdirmək istər. Amma bu orada yoxdur. Nasiruddin Şah camiəni kökündən dəyişdirirdi. Milləti, insanları kökündən dəyişdirirdi. Həm də içindən. Yəni birdən demirdi, xurafatı götürək, dini götürək, mollanı götürək. Bunların işi yox idi. Çünki insanlara siz deyəsəz, sənin inandığın xurafədir, o deyər, sənin inandığın xurafədir. Molla da gələr, fətva verər, durar qabağında. Təmbəki cərəyanı bir dana iqtisadi cərəyandır. Ağa bir dana xaricidən bir dana bir şey gəlir bizim məmləkətimizdə də hamı muhtad olub bunu çəkir. Bunu bir sistemə salaq, bundan bir qazancı olsun millətin heç olmasa. Burada insanlar mərizləyəcəklər, bunlara dava dərman lazımdır. Yox, mollaları çəkirlər xiyabana, gəlin deyin ki, hər kəs siqar çəksə, təmbaki işlətsə və hər əhyə nəhvin kanə İmam zamanına müharibə edir, arvadı özünə həramdır. Belə bir şey ola bilərmi? Hə, çünki siz əgər bunun fikrinin qabağında dursaz, o da gələr fətva verər sizin əleyhizə. İşinizi şeylər, dalıya qoyar. Görürsünüz ki, burada Nasiruddin Şahı terror edirlər, orada da Osmanlıda da Osmanlı xəlifələrini dəyişdirirlər, öldürürlər. İkinci məsələ ki, deyəcəyim dostlar, və bunu da deyim, qurtaraq kitab oxuyamayacaq bunları, türkçülük məsələsidir. Əvvəl bunu istəyim, Nasiruddin Şahın belə bəhsini quturum. Nasiruddin Şah İran deməyək. Bu məntəqədə, bu bölgədə, Orta Doğuda İslahatın, əlbəttə Orta Doğu deyəndə, dedim daha Osmanlıda bunun içində bəzi yerləri var, onları çıxsaq kənara, biz olan birlikdə Qacar dövləti. Qacar dövlətinin içində İslahatın üstdən, təpədən əşağıya gələn. Çünki aşağıdan yuxarıya səs getməz, üstdən aşağıya səs gələr. Molla çıxır mənbərdə oturur, hamı qulaq asır. Aşağıda adamları istəyə danışa deyər, xəfiş o. Necə ki, indi deyir, ayətullahlar görürsə, videoların boyunlar, xəfiş o. Üstdəki danışsa, bir ayətullah, bir molla danışsa, bir rəhbər danışsa, rəis cumhur danışsa, onun səsi gələr aşağıya. Xatəmi niyə bir belə əzizli üçün üstə idi? Yoxsa aşağıda minlər xatəmi var, mollası, qeyri-mollası ki, zindanlardadılar. İstədim onu deyəm ki, Nasiruddin Şah üstdən, islahatı başdan, təpədən başlamışdı. Yəni, əvvəl özü islah oldu, sonra kabinə, sonra məclis qurdu. Aha, bu adam 2-3 dəfə məclis qurubdu. Məclisi məşvərət qurubdu. Mən Günas TV-də bu haqlarda çoxlu danışmışam. Bu adam 2-3 dəfə məclis qurubdu. Məclisi elə birdən qurmazlar ki, insanların zehni adət elər. Adət eləməsə müxalifət elər. Bunlar ki, hələ feylən mahvara gəldi, CD gəldi, CD ilə müxalifət, CD-dən qabaq nə idi o, yeki kasetlər. Kasetlərlə müxalifət edilər, sonra CD ilə müxalifət elədilər, sonra mahvarı ilə müxalifət elədilər, sonra internetlə müxalifət elədilər. Hala da müxalifətlərin davamı vardı, sosial şəbəkələrlə, falanlarla gedirlər qabağa. Bu həman millətdir. Nasiruddin Şah bunların qabağında görün nə böyük inqilab eləyibdi. Rıza Şah bir dana taza bir iş görməyib. Bir nəfər gəlsin deyir ki, bu məmləkətdə Rıza Şah bir işi başlayıb ki, ondan qabaq Nasiruddin Şah zamanından başlanmayıbdır. Bir nəfər gəlsin. Hə, birlikdə işlər görübdür.
Məclis qanun əsasını bağlayıbdır. Məclis əsən bağlayıbdır. Məclisə deyib təvlə, nümayəndələr deyiblər heyvan, mal heyvan. Məclisdə nümayəndələrin qabağına arpa tökübdür, axıra bağlayıbdır. Rıza Şah. Qanunu tətil eləyibdir. Qanun əsasının ziddinə çalışıbdır. Qanunun əsasını değiştiribdir. Azadlığı, mətbuatı bağlayıbdır. Xəbərnigarları, yazarları tutub salıb zindana edam eləyibdir. Cırdırıbdır, öldürübdür. Bir necadı, farsları üstün tutub o birisi millətlərdən. Onun dilini təhmil eləyib hamiyə. Əslən Rıza Şahın bir dana müsbət şey yoxdur. Hətta o tonel içi deyirlər, axı Rıza Şah işləyib, tünel vurubdur. Axı bir dana tünel vurub da, necə 20 il şahlıq eləyibdir, bir dana 16 il şahlıq eləyibdir, bir dana tünel vurub da. Yəni 16 ilə bir dana tünel də vurmasın. Yəni adamların intizarı varmış ki, oturub düz... Ağa Şah belə dəyirdi ki, Şah Nasiruddin Şah idi. Şah iş görərdi. Onu da deyəcəydim, yadımdan çıxdı, bunu da deyim. Dedikcə, işarə edirəm ki, deyirlər Nasiruddin Şahın çox həram sərası vardı, böyük idi filan idi. Nasiruddin Şahın arvadları məlumdur. Həram sərada işləyənlər arvad deyirlər, karimətdirlər. Bu, tamam imperatorluqlarda belədir, indi də elə belədir. Gedərlər, məmulən o adamları gətirirlər ki, onlar da o dərbara gələndən sonra hərəm idi buranın adı. Bunlar buradan çıxıb eşiyə gedənməzdilər, eşikdən də bura gələnməzdi. Hətta bunların dədənənələri də bunları görməyə gəlməzdi. İcazələri yox idi, dədənənə dəqiqə başa dura gedə, mən deyirəm, mənim damadım vəliəhdidir, ya şahdır, ya filandır, gedəm onu görəm. Yox, belə bir şey yox idi. İldə, 2 ildə, 10 ildə bir qız gedərdi, dədəsigil görərdi. Hüququn ki ona verəcəklər, o hüquqdan bir şey verərdi dədəsigilə. Orada işlər. İndi Nasiruddin Şah bir dəfə gedib Şikara, Doğuşan Təpədir, haradır, gedib o tərəfə. Görür ki, bir dənə qız gəlir, heykəlli, çox yoğun, çox da çopur. Çil çopurlu bir qızdır. Şah da başında tacı yoxdur ki, tanısınlar. Şah da məmuli adam kimi dolanır orada. Əlində də tüfəngi, məsələn, fışqa çalır, məsələn, deyək. Çıxıb Şikara. Qızı görür, çobanlıq edir. Deyir ki, sən kimsən? Hardan gəlirsən? Hara gedirsən? Kəndi saradı filan bəhman. Qızdan bir iki sual soruşur. Məsələn, bunu danışdırır da, dedim, danışdıqları necə seçirdi, o cürsün. Baxır, görür ki, bu qız çox ağıllıdır. Deyir ki, mən səni alım, aparım Xaxa. Buna təlim verək, bunu eləyək şey. Gedir dədəsindən bunu alır, gətirir Xaxa. Xaxda buna təlim verirlər. Bu olur Xaxın rəvabit-i beynəlmiləl məsulu. Bugünkü dillə desək. Tamam şahlar, vəzirlər, səfirlər ki, gələcəkdilər bu məmləkətə, hamısının xanımı və özü bu arvadla görüşməyə məcbur idilər. Bu arvad onlara cavab verərdi, onların qabağına çıxardı, onların... Çünki bu arvadda bir ağıl var idi, savadsız idi, amma ağıl var idi. Dərs də verdilər, dərs oxudu, savadlı oldu. Nasiruddin Şah adamları seçib aparmırdı bunlarla seks eləsin. Nasiruddin Şah özü istihdam elirdi. Bunların hamısı tərbiyyət olurdu. Bizim Türk tarixində bu bir dana sünnətdir. Normalda budur. Bu qızlar iki əsir olarlar, ya oğlanlar iki əsir olarlar. Bunlar ailələrindən qırılarlar. Bunları gətirirlər dərbara. Bunları təlim verərlər. Bunları sonra casus olaraq, dövlət mərkəzinin casusu olaraq, nökər olaraq, külfət olaraq verərlər işləyənlərə, ustandarlara, fərmandarlara, onlara, bunlara. Bunlar onların yanında da onların etimadlarını cəlb elərlər. Onlar kodutaya qalxsalar, xilafa qalxsalar, o xəbər verərlər mərkəzə. Yəni bu bir dana sistemi şeydir, ittilaatidir. Bunun da başında fəqət şah olardı. Tamam ittilaat hər yerdən şahın əlinə gələrdi. Vəzir şahın yanında sıfır idi əslində. İşte vəzirin 4-5 tane karimətlə ilgisi olardı. O halda ki, karimətlərin bir çoxu şahın casusu idi. Dostlar, ikinci şey ki deyəcəm, ondan da geçək gələk bu türkçülük. Bu günləri ki, mən sizinlə danışıram, türkçülük bayrağıdır. Türk dünyasında hər kəs ki, türkçüdür. Türkçü nə demək? Əvvəl bunu deyək. Türkçülük dostlar, yəni bu ki, Türk danışan insanlar birləşsinlər. Bir güc olsunlar.
bir dövlətləri olsun, ya bir müttəhid dövlət altında yaşasınlar. Vətənləri, torpaqları bir-birinə yapışsın, bir kimi olsun heç olmasa. Bunlar dillərinə, güclərinə, iqtisadlarına bərabər çalışsınlar. Qorusunlar. Gücləri güclənsin. Hüquq-i bəşər dediyimiz bir şeyi icra eləsinlər. Demokrasi olsun. Türk demokrasisi dostlar tarixdə bugünkü Avropadakı yazılan hüquq-i bəşərdən çox üstündür. Və biz Türk olaraq düşünmürük ki, hüquq-i bəşər bu vəziyyətdə qalsın. Biz düşünürük ki, bu gələcəkdə gərək daha çox inkişaf tapa, daha çox cüz'iyyata girə, daha çox detaylı ola, daha çox insanları içinə tuta və daha çox icraî güc ola. Türkçülük bu deyil ki, biz Farslardan, Ərəblərdən, İngilislərdən, Almanlardan, Ruslardan, Otrişlərdən, Macaristanlardan, o birisi insanlar ki, özlərini hər cür tanıtdırırlar, onlardan üstünük. Yox. Deyir ki, biz bir millətuq, bir dilimiz var, dinimiz də çoxdur. Dinlər demişəm ərəzidir, qədim fəlsəfə ərəzidir. Yəni, biz əvvəl insanıq, sonra bu dini bizə getirdiblər. Böyük kimi. Birimiz qırmızı böyük qoyarıq, birimiz qərə böyük qoyarıq, birimiz ağ, birimiz yumruq böyük, birimiz enli böyük, birimiz dimdikli böyük. Hərəmiz bir, yəni, başmaq tabii, rəngi dəyişər. Din əslində belə bir şeydir. Din bir əsli bir şey deyil, önəmli bir şey deyil. Din bir şeydir ki, xüsusən də getdikcə infiradiləşir, ictimai ərzişini əldən verir. Özünlə inandığın hər nəyə ki inanırsan. Biri Allaha, Allah adında bir şeyə ki görüb görmür inanır. Biri də gördüğün bir şeyə inanır. Hər ikisinə də biz ehtiram qoyuruq. O da dindir, bu da dindir, o da onun geçsin, bu da bunun geçsin. Amma hər kəsin öz evinin cuşəsində. Mənim bu olduğum bildiyimdə şeylər var, hindillər var. Gedirsən bir dənə çıqqılı otaqları var. Çox çıqqılı bir adam orada ki yerləşir. Bir dəfə mən çox çalışdım onların birinə girəm, qoymurdu. Axırda girdim. Gördüm ki, orada bir ud deyirlər İranda. Bir şey şəm yandırıb, bir dənə də orada bir ud yandırıb, orada bir xoş iyi versin deyə. Bir iki dənə mücəssəmə qoyubdu. Orada gedir ibadət edir. Allah'ın qabağında. O onun otağının quşəsidir. Özünə qalar. Dinci yeridir. Bizimki də özümüzə qalsın. Dinci yeri hər kəsən ki, özünə qalsın, öz dincində. Amma türklük dinə bağlı deyil ki. Bir nəfər eləyə bilər, Məsih olsun, Türk olsun, Yahudi olsun, Türk olsun, Erməni olsun, Türk olsun, Şiə olsun, Türk olsun, Sünni olsun, Türk olsun, Bəhai olsun, Türk olsun, hər nə dində olur olsun, Zərtüştü olsun, Türk olsun. İran, əslən, türklüğün buna bağlılığı yoxdur. Amma birləşək, dövlətlərimiz birləşsin, bir-birinə yaxınlaşsın. Dilimiz bir şekilde olsun, əmniyyətimiz bir olsun, iqtisadımız bir olsun, gəlged azad olsun, pasporta ehtiyacımız olmasın. Bir dana məsələn sicillimiz var, kartımız var, hər nə mənəmiz var. Onu götürək, buradan minaq Qətara, gedək orada düşək, yaşayaq. Orada xoşum gəlmədi, gedim orada yaşayayım. Orada xoşum gəlmədi, gedim orada yaşayayım. Burada xoşum gəlmədi, burada gedim orada evlənim. Orada xoşum gəlmədi, gedim orada evlənim. Nəinki hər yerdə evlənim, yox. Bəlkə əgər bir yerdə xoşum gəlmir, orada evlənəm, gedim ayrı mahalda evlənim. Bir yerdə istəmirəm dərs oxuyam, gedim bir ayrı yerdə dərs oxuyayım. Bir yerdə istəmirəm işləyəm, gedim bir ayrı yerdə işləyim. Amma öz torpaqlarında gedim, biri mənə deməsin, sən burada nə qeyrisən, niyə gəlmirsən, sən filan yerlisən, sən bəhman yerlisən. Bu türkçülük günüdür, eyni insaniyyətdir. Diqqət buyursanız, Avropalılar nəcatları fərqlidir, dinləri birdir. Dəfələrcə bir-birlərin qırğına aparıblar. Dünya savaşı dedikləri adı Avropa savaşıdır dostlar. Dünya savaşı deyil. Müsəlmanlarla Məsihlərin savaşı deyil. Məsihlərin bir-biri ilə Avropada qonşu dövlətlərin bir-biri ilə savaşını bir-birini aradan aparmaqdır. Ki gəliblər müsəlmanları da öldürüblər, bu dayıları da öldürüblər, o biriləri də öldürüblər, bu biriləri də öldürüblər. Bizim belə bir savaşımız heç olmasa bunlardan yoxdur. Bizim də öz aramızda savaş olubdu. Biz də indi öz aramızda savaş vardı. Amma bizim savaşımız onlardan deyil. Amma onlar bu günləri Avropada mərziləri götürüblər. 20-yə məmləkət eliblər. Bir məmləkət adına deyiblər İttihadi Avropa. Avropa Birliyi. Biz də bir dənə Türk Birliyi quraq. Afrikalılar çalışırlar bir Afrika Birliyi düzəldələr. Amerika Latinlər çalışırlar bir Amerika Latin Birliyi düzəldələr. Amerikadakı özü əslən bir Amerika Birliyi düzəldib daha. İyalat dediyi Amerika, yəni Amerika İyalətləri Birliyi. Dövlətləri, iyalət də yəni dövlət. Amerika
yəni əslində desək Şimali Amerika Dövlətləri Birliyi adında bir məmləkət ilə United States of America. Amerikanın Birləşmiş Dövlətləri. İndi də biz də bir dənə istiyoruz Türklərin millətmiş bir dövlətləri, birləşmiş bir dövlətləri. United States of Turks. Ya belə də olmasa yaxşı Confederation of Turks. Türklərin konfederasyonu. Ya bir ayrı özümüz düzəldək, yaxşı Məmalik Müttəhid Türk. Türk Birliyi məmləkətləri. Hər halda bu günü hamımıza bu bayramı hamımıza təbrik deyirəm. Bu bayram bizim Türk olaraq ən böyük bayramımızdır. Hamıza mübarək olsun, bizim hamımıza mübarək olsun. Kitabı bu gün oxumadıq, qalsın sabahları oxuyarıq. Sağ olun, sağ qalın, hələlik.